Salam Arif bəy. Salam Quzal bəy, necəsiz? Yaxşıyam, siz necəsiz? Allah şükür, xoş gəlmisiniz. Çox sağ olun. Maşallah, ərazi hündürdür və yol olduqca genişdir. Burada nə giriş-çıxış problemi var, nə də sıxlıq. Şükür bugünə. Quzal bəy, gördüyünüz kimi mənim həyətim 12 sotdan ibarətdir. Prosta 12 sotu mən 2 hissəyə bölmüşəm. Bir 6 sotu sırf bağ hissəsidir, ağaclardır, hamısı meyvə gətirən ağaclardır, bar verən ağaclardır. O birisi digər 6 sot isə basen zonası, yay mətbəxi zonası, manqal zonası, bir də ev tərəfidir. Ev ümumilikdə 5 yataq otağından, 3 sanitar qovşağından, bir qonaq otağından ibarətdir. Sahəsi 250 kvadrat metrdir. Gördüyünüz kimi solda bizim besetka deyək, besetka adlandıraq, bir 25 nəfərlik bir qonaq otağımızdır. Besetkada içində bütün ləvazimatları ilə. İçərisi taxçı ilə apşıfqa olunub. Əlavə olaraq özünün balaca kuxnası var, xaladenik var, hər şeylə təchiz olunub. Ön tərəfi şüşədən ibarətdir, açılan şüşələrdir hamısı. İstənilən halda havalandırmaq da olur. Burada istənilən halda həm qonaqlarınızı qəbul edə bilərsiniz, həm çay dəstgahını qəbul edə bilərsiniz, həm qəlyanınızı çəkə bilərsiniz. İstənilən formada xidmətə hazırdır. Sağ tərəfdə 8 metrənin 4-ə basendir, tam filtrlərdən təchiz olunmuş. Əlavə olaraq həyətdə çöl sanitar qovşağı var. Əlavə olaraq orada bizim həm generatorumuz, transformatorumuz var, həm yüksək gərginliyi tənzimləyici bir qurğu yerləşdirmişik orada ki, istənilən halda amperaj və voltaj qalxıb düşdüyü anda evin heç bir naqillərinə maneə törətməsin. Hasar zonamız altının 40-ın 40-a betondan, armaturdan təchiz olunub. Əlavə olaraq hər 2 kolondan bir beton kolonları var. Tam keyfiyyətlə inşa edilmişdir. İç divarlar dekorativ daşlardan işlənilib. Gördüyünüz kimi rəng çalarları bir-birinə uyğundur. Hər bir ramkanın arasında özünə uyğun bir forma verilib. Həyətin landşaftda hazırlandığı halda həyət tam beton örtüyü ilə bağlanıb, üstünə daşlar düzülüb və əlavə olaraq güllük zonası yaradılıb burada. İndi bu tərəfdə bağ tərəfi deyil deyən ağaçlarımız biraz azdır, amma gördüyünüz kimi hamısı böyüyüblər. Həyətin 2 hissəyə bölünməsi ideyası necə yarandı? Bu məsələ belə yarandı ki, bundan qabaq bizim köhnə dədə-baba bağımız var idi və orada mən hər dəfə hiss edirdim ki, bağ zonasının torpağı külək olanda gəlir basenin üstünü həmişə batırırdı və yaxud həyəti batırırdı, toz torpaq yaranırdı evin içində, orada-burada. Ona görə də buranı sırf 2 hissəyə ayırdım, tam sənədli formada. Ona görə bir tərəfə sırf bağça hissəsi oldu, bir tərəfə ev hissəsi oldu. Arasında indi qapı var, keçirik, gəlirik, xidmət edirik ağaçlara. Bağ zonasında hər fəslə uyğun istənilən meyvə ağaçları var. 5 ilin bağıdır, bar verirlər maşallah. Mənə elə gəlir ki, qarpuzundan tutmuş, yemişindən tutmuş, gilasına qədər bütün meyvələrimiz var. Orada alma, armud, hətta xiyar, pomidor belə əkiblər, o da yetişir. Gözəl. Sizə deyim ki, biz meyvə ağaçlarını daha çox xoşladığımızdan bu həyətdə dekorativ ağaçlar yoxdur. Hal-hazırda soyuq ay olduğuna görə, qış ay olduğuna görə ağaclar isə biraz daha çılpaq görsənə bilər, bağça isə daha da ürək açan görsənməyə bilər, amma yay aylarında hər bir ağac çiçək verəndə daha da möhtəşəm görsəniş olur. Elədir, tamamilə doğrudur.
Arif bəy, siz bu evi neçənci ildə inşa etmisiniz? Biz bu evin tikintisinə başladıq 2021-ci ildə. 23-cü ildə bitirdik. Hal-hazırda 2 ildir ki, bu evdə yaşayırıq. Gördüyünüz kimi də sırf özümüz üçün tikintidə nəzərdə tutulmuşdu. Bugünkü gündə də hər şey yüksək səviyyədə. Evin bu hissəsində böyük bir 50 kvadratlıq kladovkamız var. Orada da bütün evin sistemi çəkilib, kombi sistemidir. Evin tikintisi haqqında sizə bir məlumat verə bilərəm ki, ev hal-hazırda aşağı, orta və yuxarı hissəsi monolitdən ibarətdir. Əlavə olaraq qıraqları qoşadaşla tikilib. 12 kolonu var evin, hal-hazırda 12 sütunu var. Bu da şəkillərini də sizə təqdim eləmişəm tikinti zamanından. Evin kolonlarını görürsünüz hal-hazırda. Hər bir teni kolonla bağlanıb, şəkillərdə gördüyünüz kimi tikinti zamanından bütün çəkilişləri sizə təqdim eləmişəm. Görmüsünüz yəqin ki. Gördüyünüz kimi bu evin birinci mərtəbəsidir. Bu uzun koridorumuzdur. Hündürlüyü 3 metrə 80 cm. Solda bizim bir yekə qarderobumuz var. Birinci mərtəbə bizdə qonaq koridor, qonaq otağı, bir yataq otağı, bir sanitar qovşağı, əlavə olaraq pləkanın altında bir kladovkamız var bizim, böyük. Sağda isə kuxnamız yerləşir. Keçək sol tərəfə qonaq otağından başlayaq. Gördüyünüz kimi qonaq otağımız avangard stillə yığılıb, tam təmir olunub, təchiz olunub. Gördüyünüz bu lüstr özünə uyğun bura yaraşıq verir. Qonaq otağı 40-45 kvadratdan ibarətdir. Daha dəqiq məlumat yadımda deyil. Hal-hazırda mən bilirəm ki, öz tədbirlərimizi burada keçirmişik. 20 nəfərə yaxın rahat yerləşir burada. Qonaqlarımızı qəbul etmişik. Pəncərələr 3 metrənin 4 metriyə tam vitraj pəncərələrdir. İki tərəfdən də açılır, ortası bağlıdır. Bu bizim birinci mərtəbədə yerləşən yataq otağımızdır. Yataq otağımız xudmanı həm də qarderob kimi, həm də sklad kimi istifadə edirik. Çünki burada yekə bir şifonier var. İstənilən yay qış mövsüm paltarlarımızı oraya yığa bilirik və daha çox şeylər yerləşir. Bu bizim sanitar qovşağımızdır. 13 kvadratdan ibarət. Bu duş kabin jacuzzi ilə təchiz olunub. Bu mebel əl işli yığılmadır, gördüyünüz kimi. İndi isə keçək mətbəxə. Mətbəxin gördüyünüz kimi əl işi işləməsi mebeldən təchiz olunub. Hal-hazırda 4 metrə 50 sm uzunluğunda bir mebel yığılıb bura və bütün lazım avadanlıqla kuxnamız təchiz olunub. Kuxnamız 19 kvadratdan ibarətdir. Polumuz tam isti poldan təchiz olunub, birinci mərtəbənin hamısı. Ona görə də qış aylarında tam isti saxlayır. Kuxnadan terrasa çıxışımız var bizim. Qapı açılanda burada səhər yemək üçün bütün şərait yaradılıb. Qalxaq ikinci mərtəbəyə başlayın pləkandan. Pləkan gördüyünüz kimi tam əl işi yığılmadır. Qəbələ rayonunda fıstıq ağacından yığdırmışıq hamısını. Altı monolit betondur, üstü fıstıq ağacına əl işindən yığılıb. İkinci mərtəbəyə gəldikdə burada bizim 4 yataq otağımız var, 2 sanitar qovşağımız var. Ev ümumilikdə 5 yataq otağından, 3 sanitar qovşağından, bir kuxna, bir qonaq otağından ibarətdir. Sahəsi 250 kvadrat metrdir. Kommunal xidmətləri haqqında. Kommunal xidmətləri qaz, işıq, su, telefon, internet, ev, hər otaqlar, yataq otaqlarından başqa kamera ilə təchiz olunub. 24 saat izlənmə sistemidir. Polisə qoşulub mühafizə xidmətinə. Əmlakın sənədləri haqqında da məlumat verin. Əmlakın sənədləri barəsində torpağında çıxarışı var, tikiliyində çıxarışı var hal-hazırda. Yəni tikili torpağın çıxarışının üzərindədir.
Sənədlə 12 sotdur, lakin mən o 12 sotu ayırmışam. 6 sot bir sənəd ayırmışam, 6 sot digər sənədə. Bir 6 sotda sırf bağça hissəmiz yerləşir. O da yaşayış təyinatlı torpaqlara aiddir. Digər isə ev zonası olan bu da 6 sotdur və tikili də bu 6 sotun üzərindədir. Vüsal bəy, sizə səmimi bir şey bildirim. Bu torpağı almamışdan qabaq 2020-ci ildə mən 100-ə yaxın torpaq sahələrinə baxmışam. Buranı seçimdə məqsədim yəni nə satış olub, nə bir şey. Sırf özüm üçün tikmişəm, ailəmin yaşaması üçün tikmişəm. Biz burada yay-qış yaşayırıq. Ona görə də bugünkü günün reallığında yəni buranın gələn adam, görən insan və havasını hiss edən insan özü aşağı və yuxarıda olan torpaq sahələri ilə fərqi özü hiss edəcək. Əmlak tam əşyalı mı satılır? Əmlak tam əşyalı satılır, bəli. Bir ki, öz şəxsi ləvazimatlarımızı götürəcəyik. Evdə propiskada olan adam var. Evdə propiskada bir dənə atam. Torpağın yiyəsi. Allah ömür versin atanıza. Arif bəy, bir də əsas məsələ qiymət. Qiyməti də açıqlayardınız izləyicilərimiz üçün. Qiymət də ona görə həm tikilini nəzərə alaraq, həm torpağı nəzərə alaraq. Yəni bir qeyd kimi sizə göstərim. Burada torpağın özünün bir sotunun sahəsi 15 min, 20 min civarında oynayır. Qiymətimiz bugünkü günün reallığını nəzərə alaraq 600 min manat. Oldu Arif bəy, təşəkkür edirəm ki, dəvət elədiniz və müsahibəyə razılıq verdiniz. Siz sağ olun, təşəkkür edirəm sizə. Xoş gəlmisiniz, həmişə siz gələsiniz. Var olun. Oldu, təşəkkürlər, sağ olun.